Burada Lerik rayon Balı kəndidir. Lerik'in en yüksek kəndilərindən biridir. 3 gündür yağan aramsız qar burada hayatı iflic vəziyyətində salıb. İşıq yoxdur burada. Qaz ümumiyyətlə yoxdur. Qar demək olar ki 1 metr 40 santim 1.30 santim yağıb. Hal-hazırda gördüğünüz vəziyyət budur. Çox çətin vəziyyətdir burada. Çünki qarın hələ də yağmağa davam eləməsi bu vəziyyəti biraz da gərginləşdirə bilir. Çünki yolun olmaması, işığın olmaması daha da çətinləşdirir vəziyyəti. Gördüğünüz kimi qar sinema kimi gəlir. Mənim boyum 1.70'dir. Təxminən 40 santim var burada. Tam dəqiqlə desəm 1 metr 30 santim qar var. Gördüğünüz kimi maşını saxlamışam, maşın qarın içindədir. Heç görünmür. Bu da ev, qar çatıb evin pəncərəsinə kimi. Bu da bizdəki vəziyyət.